Deyir, ağıllı insan təəccüb eləməz. Amma Allahın işləri o qədər gözəl və maraqlıdır ki, hər zaman təəccüb edirsən onun gözəlliklərinə. Azan və iqamə uşaq körpə doğulan kimi, deyir, sağ qulağına azan oxuyarlar, sol qulağına iqamə. Və maraqlıdır ki, insan dünyasını dəyişəndə cənazə namazında onun həmin o namazı, cənazə namazı azan və iqaməsiz qılınır. Yəni insan ömrü azan iqamə ilə o namaz arasında olan qədərdir. Və Allahın Quranda Bismillahirrahmanirrahim adı ilə, öz adı ilə başlayıb Fatihə ilə, sonda da Quranı insan sözü ilə bitirməsi Allahla bu Quran insan arasındakı münasibətdir, əlaqədir. Cənazəni aparanda hər zaman diqqət eləyirdim ki, görürəm o alim qarşıda molla hər dəfə bir surəni oxuyur. Fəbəyyə ələ rəbbikümə tükəzziban. Sonra getdim, bunu maraqlandım ki, o nə deyir? Və ərəb dilini bilmirəm, amma o sözün özünü öyrənmək üçün dedi ki, bundan sonra da Allahın nemətlərini yalan hesab